Salam əziz uşaqlar. Bugünkü dərsimiz 3-cü siniflər üçün sonu b, d, c, c ilə bitən sözlərin tələffüzündə yaranan dəyişikliklər haqqında danışacağıq. İki qaydası var. Birində çar qarşılığına çevrilir, birində isə yazıldığı kimi də elə deyirik. Burada sonu b, d, c, c ilə bitən sözlərdən sonra söz gəlməzsə və yaxud samitlə başlayan söz şəkilçi gələrsə, tələffüzündə çar qarşılığına çevrilir. Yəni baxın, söz, məsəl üçün kitab sözünü götürürük, yazırıq. Kitab. Kitab sözündən sonra söz gəlməsə belə deyilişində biz nə deyirik? Kitab. Yəni nə oldu? Çar qarşılığına çevrildi. Qaydamızda da olduğu kimi biz dedik ki, sonu b, d, c, c ilə bitən sözlərdən sonra söz gəlməzsə və ya samitlə başlayan söz şəkilçi gələrsə, tələffüzündə çar qarşılığına çevrilir. Baxın, kitab sözündən sonra heç bir söz gəlmir. Yenə də neynədir? Çar qarşılığına çevrildi. İndi yazırıq. Kitablar. Baxın, samitlə başlayan şəkilçi əlavə etdik. İndi biz deyəndə necə deyirik? Yazırıq. Yəni deyəndə necə deyirik? Kitablar. Kitablar. Baxın. Lar. Nədir? Samitlə başlayan şəkilçi qəbul etdi və deyəndə də çar qarşılığına çevirdi. Kitablar. Yəni yadımızda saxlayırıq. Sonu b, d, c, c ilə bitən sözlərdən sonra söz gəlməzsə yenə çar qarşılığına çevrilir. Bu yalnız tələffüzdə olur. Yəni yazılış olduğu kimi qalır. Sadəcə tələffüzdə çar qarşılığına çevrilir və yaxud sözdən b, d, c, c ilə bitən sözlərdən sonra samitlə başlayan şəkilçi və söz gələrsə, yenə də neynir? Çar qarşılığına çevrilir. İndi bir dənə nümunə yazaq. Məsələn, yazırıq. Pələng gəlir. Aha. Pələng söz baxırıq sonu c ilə bitibdir və ondan sonra gələn söz də samitlə başlayır. Onda deyilişində necə olacaq? Bir dəqiqə. Üzr istəyirəm. Çar qarşılığına çevriləcəkdir. Pələng gəlir. Aha, bax bu qayda ilə olmalıdır. Yəni nə oldu? C ondan sonra gələn söz samitlə olduğuna görə c çiyə çevrildi tələffüzündə. Yəni bu qayda ancaq tələffüzünə aiddir. Yəni yazıda heç bir dəyişiklik olmur. Yalnız sonu b, d, c, c ilə bitən sözlərdən sonra dedik, heç bir söz gəlməzsə yenə çar qarşılığına çevrilir. Samitlə başlayan söz və yaxud şəkilçi gələrsə, yenə də nədir? Çar qarşılığına çevrilir. Biz dedik, çar qarşılığı, b-nın çar qarşılığı p-dır. Baxın, burada var. B-nın çar qarşılığı p-dır. D-nın çar qarşılığı t, c-nın çar qarşılığı ç, c-nınki də c-dır. Yəni bu qaydada dəyişiklik olacaq. İkinci qaydamız isə sonu b, d, c, c ilə bitən sözlərdən sonra saitlə başlayan söz şəkilçi gələrsə, tələffüzü olduğu kimi qalır. Yəni necə yazırıqsa, eləncədə deyirik. Nümunədə baxaq. Kitab aldım
və yaxud da oxudum, fərqi yoxdur. Yəni sait ilə başlayan söz gəlsin. Aldım. Tələffüzümüz necə edirik? Kitab. Yenə bu, yəni olduğu kimi qalır. Çünki necə, yəni sait ilə başlayan söz gəldi deyə tələffüzündə heç bir fərqlik olmadı. Aldım. Tek özür istəyirəm. Aldım. Kitab aldım. Yəni tələffüzü saitlə gələn, ondan sonra saitlə gələn söz başladığına görə, yəni başlayan söz saitlə olduğuna görə tələffüzü olduğu kimi qaldı. Məsəl üçün birində yazaq şəkilçiyə aid. Baxın, burada şəkilçi ımdır, kitabım, düzdürmü? Kitabım sözündə də yenə şəkilçi saitlə olduğuna görə olduğu kimi qalır. Əziz uşaqlar, bugünkü dərsimiz bu qədər. Gələn dərsimizdə görüşərik.